Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rızayevin həbsi ilə bağlı adı hallanan SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmailov barədə sensasiyon məlumatlar yayılıb. Mənbələr bildirir ki, 16 il ərzində SOCAR-da vitse-prezident vəzifəsində çalışan Mikayıl İsmailov Ramiz Mehdiyevin birbaşa himayəsində olub və onun vasitəsilə Dövlət Neft Şirkətinin iri layihələrindən əldə edilən vəsaitlərin böyük hissəsini Mehdiyev klanına və öz şəxsi şəbəkəsinə yönəldib. İsmailovun fəaliyyəti dövründə milyardlarla manatın mənimsənildiyi müxtəlif şirkət tender sxemləri ilə bu pulların ölkədən çıxarıldığı iddia olunur. Müsavat.com-a daxil olan xüsusi mənbənin məlumatına əsasən Mikayıl İsmailovun xaricdəki daşınmaz əmlak imperiyası da ifşa olunub. Mənbənin bildirdiyinə görə onun təkcə Almaniyanın Düsseldorf şəhərində 28, Münxendə isə 8 mənzili var. Bu daşınmaz əmlakların bir qismi Almaniyada yaşayan, vaxtilə Türkiyəyə qarşı fəaliyyət göstərən separatçı Kürd mənşəli bacanağı vasitəsilə alınıb. İddialara görə həmin şəxs vasitəçi kimi çıxış edib və bu yolla Azərbaycandan çıxarılan vəsaitlərin ofşor hesabına ötürülməsini təmin edib. Ekspertlər isə bildirir ki, Balakən hadisələri ilə başlayan bu istintaq dalğası Ramiz Mehdiyev klanına iqtisadi dayaqlarını tam şəkildə çöktürmək məqsədi daşıyır. İsmailovun xaricdəki gizli aktivləri üzrə beynəlxalq araşdırmalar artıq başlayıb və yaxın günlərdə yeni ifşaların gözləniləcəyi iddia olunur.